Eşitmə cihazı alarkən 5 fiziki və 5 individual faktorlara diqqət etmək lazımdır. Fiziki faktorla dedikdə, eşitmə zəifliyinin dərəcəsi, adamın yaşı, qulağın anatomiyası, iki cihazın istifadəsindən lazım olub-olmadığı və əsas məsələ cihazın digital olması, yəni analog deyil, digital olması, səs ayarlarının kompüter vasitəsilə ayarlana bilməsi. Fərdi faktorlara ünsiyyət ehtiyacları, cihaz istifadə edə bilmə bacarıqları, səs keyfiyyəti, qiyməti və kosmetik görünüş aiddir. Bütün bunlarla yanaşı, aldığınız marka və firmanın sizə təşkil etdiyi servis, xidmət, texniki servis dəstəyi və başqa kriteriyalarda mütləq nəzərə almalısınız. Aviz Eşitmə Mərkəzi bütün eşitmə cihazlarına 2 il zəmanət verir. Bu müddət ərzində istehsalçı tərəfindən qaynaqlanan cihazla bağlı bütün nasazlıqları pulsuz şəkildə həyata keçirir. Cihazın istifadə müddəti ərzində eşitmə aparatlarının təmizlənməsi, səs ayarlarının nizamlanması mərkəzlərimizdə pulsuz aparılır.